Onu götürürsən. Keçir. Naşlar deyəcək. Bunlardan sonra bu tərəfdə var. Bugünkü tədbirimiz təbiətin gözəlliyinə, onun qorunmasına həsr olunur. Azərbaycan, ana torpaq, 6 milyon hektardır. Ərazi cənuba 400 min kilometr, qərbdən şərqə isə 500 min kilometr məsafədə uzanır. Azərbaycan relyefi çox müxtəlifdir. Əsasən düzənliklər və dağlar üstünlük təşkil edir. Azərbaycan meşələri məşhurdurlar. Müxtəlif növ meşələr ana torpağın əsrarəngiz gözəlliyini özündə əks etdirir. Azərbaycan, hündür dağ rayonlarına qədər bütün ərazisi müxtəlif bitkilərlə zəngindir. Dahi xalq şairi Səməd Vurğun öz misralarında dediyi kimi: dağların başı qardır, ağlı pəyin buludlardır, böyük bir keçmişin vardır, bilinməyən yaşın sənin, nələr çəkmiş başın sənin. Bir tərəfin bəhri Xəzər, yaşılbaş sonalar gəzər, xəyalın donalar gəzər, gah Muğanı, gah Eldarı, mənzi uzaq ömür yarı. Sıra dağlar, gen dərələr, ürək açan mənzərələr, ceyran qaçar, cüyürmələr, nə çoxdur oylağın sənin, aranın yaylağın sənin. Gözəl təbiətin qoynunda gəzir, bu sirli, sehirli ana təbiətin. Sirlərin bilməyə can atıram mən. Yaxşı bilməz, yaman bilməz nədəndir? Kimi gəldi, dolanmaq da adəti. Bir biləydim, gizib canda hardandır? İnsanları acılamaq xisləti. Vuruldum şövqünə var turacların, bulaq zümzüməsi, çayzan göləsi, əsl dərmanıymış ehtiyacların. Bəzəyir lalələr biçənəkləri, arılar oxşayır tər çiçəkləri, günəşin işığı əlvan güllərə, sanki aşıq edir kəpənəkləri. Hər gülə, çiçəyə salıram maraq, almışam əlimə bir yeni varaq, qaranquş müjdəli, süd carçısıyam, ana təbiətin bir parçasıyam, yanan meşələri sinam almışam, kəsilən ağacı qolum sanmışam, əzilən çiçəyə gizli yanmışam, təbiət vurğunu, gül qönçəsiyəm, ana təbiətin bir parçasıyam. İmkan təbiət olsun dörd yanım, sevgi yuvasıdır ürəyim canım, bənövşə ətrini mən saçasıyam. Kövrəlsin gözümdən axan damcı yaş, şih olub gül üstə parlayar qaş-qaş,
Qəmim qara bulud, yuyunar dağdaş. Sirli, sehirli aləm, söz bağçasıyam, ana təbiətin bir parçasıyam. Respublikamızın iki örgüyü Azərbaycanın əlvan xalçına bənzəyir. Azərbaycan təbiəti Qafqazın digər respublikalarına nisbətən xeyli zəngindir. Vətənimizdə elə bitkilər var ki, onlar dünyanın ən nadir növləri sayılır. Talış meşələrində bitən dəmir ağac, azad ağacı, şabalık yapaq palı, lənkəran akasiyası, zəfəran, bu kimi nadir bitkilərin vətəni Azərbaycandır. İndi isə təbiətimizin gözəl mənzərələrinə bir daha nəzər salaq. övladı su, hava, ot və torpağın təmasından, toqquşundan yaranır. Yaradılanları... Lakin milyon illər boyu təbiətin bir hissəsi olub, təbiətin qucağında böyüyən, təbiətdən həm maddi, həm mənəvi qüdrəsini alan insan indiki dövrdə həqiqi mənada ana təbiətin qəninə çevrilmişdir. Bəşəriyyətdə artmaqda olan ekoloji problemlər, təbii fəlakətlər, kütləvi epidemiyalar, aclıq, yoxsulluq, min illər boyu susmuş təbiət elə bir dilə gəlib öz qəzəbini, acılığını bizdən belə almağa başlayıb. İtirilən itirilib, həyəcan təbili çalan təbiətin xəbərdarlıqlarıdırmı bunlar? Ancaq insanların istihası, açgözlüyü yenə də yan keçmir təbiətdən. Bütün dünyada, o cümlədən bizdə də min illik meşələrin məhv edilməsi, özümüzün özümüzə vurduğumuz elə zərbədir ki, çətin tutulur.
Quşu ayağından tutmaq olmayan meşələrin sayı azalır. Biz nə edirik? Onu incidirik. Bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu? Hal-hazırda şəhərlərimizin çoxunda meşə yanğınları havanı çirkləndirir, torpağı münbitsizləşdirir. Yazıcı anar həmin mənzərəni poetik bir dillə qələmə almışdır. İnsan unudan tək yaxşılıqları, şəhər də unudur yaşıllıqları. Dəmirdən, betondan qat-qat qutular, köhnə binaları söküb atdılar. Bu şəhər daha mənim şəhərim deyil. Son 300 ildə insan yer kürəsindəki meşələrin 65%-ni məhz 2 dəfə azalacaq. Buna görə də təbiət qarar çəkir. Məni qurtarın. Gəlin, sinif şagirdlərindən Nəsirli Sevinin təbiətin harayına bildirdiyi fikirlərə qulaq asaq. Allah tərəfindən bəxş edilmiş təbii sərvətdir yaşıllıq. Hələ də meşələrimizdən balta mişar səsləri kəsilmir. Ellər uzunluğu, min bir zəhmət bahasına əkilib becərilən ağaclar ufqəmədən kəsilib atılır. Biz ana təbiətdən çox şey umuruq. Amma özümüz nə etmiş onun bizə verdiklərinin qarşılığında? Dili yoxdur ana təbiətin. Danışır bilmir. Amma bu lal sükürtü ilə sanki hönkürür ana təbiət. Mən necə idim? Siz necə etdiniz deyir. Amma yenə də bizdən qisas almır ana təbiət. Əksinə, yamanlığa yaxşılıq deyib, bizi yaşadır bir ömür boyu. Odur ki, üzümüzü bütün dünyaya tutub deyirik. Ey insanlar, unutmayın ki, ağaclar lal olsalar da canlı varlıqlardır. Ən azı, özünüzə görə onları incitməyin. Ağaclar necə birdirsə, kökləri ilə ana təbiəti, torpağı necə qucaqlayırsa, gərək insanlar da bir olar. Vətənə, torpağa sarılar, onu qoruyar. Yoxsa təbiətin qisası amansız olacaq. Kəsmək, gələcək nəslə hörmətsizlikdir. Allah çəkmək, bal salmaq, neyirxal işsaydır. Məhəmməd Peyğəmbərin dediyi kimi. Bir ağacı kəsmək, məhv etmək asan işdirsə, bir ağacı əkmək, böyütmək, qulluq etmək illərin, əsrlərin işidir. Ağaca, yaşıllığa olan münasibət, insanın özünə olan münasibətdir. Böyük şairimiz Nizami Gəncəvi yazırdı. Keçənlər çox şeyi əkmişdir bizə, biz də əkməliyik gənc nəslimizə. Gəlin, onların təqdimatında qəlbə bir əhvalatı qulaq asaq. Səhər yaxın dostunu maşınla öz kəndlərinə qonaq aparır. Dostu maşının pəncərələrindən baxıb görür ki, bütün ağacları kəsib kötüyünü saxlayırlar. Qonaq dostuna sual verir ki, bu ağacları niyə belə kəsirsiniz? Dostu cavab verir. Bizim kəndimizin öz qayda qanunları var. Dünyaya körpə gələndə onun adına ağac əkir, qulluq edib boya başa çatdırırıq. Uşaq böyüyəndən sonra ondan el-obaya, ana-ataya qarşı eğitimdə onun adına əkdiyimiz ağacı kəsirik. Ona görə də bizim kəndimizin yol yamacları belə çılpaqdır. Uşaqlar, indi gəlin düşünək. Ağacları artırmaq üçün biz nə etməliyik?
2006-cı il 24 mart sərəncamı ilə Prezident İlham Əliyev Azərbaycanda bioloji müxtəlifliyin nadir bitki növlərinin qorunması, mühafizəsi və inkişafına dair qanun təsdiqlənmişdir. Buna əsasən nadir və nəsli kəsilməkdə olan bitkilər ciddi qorunmağa alınır. İnsanlar yaşadığı ərazidə təbiətin qorunmasında, yaşıllığın sağlanıb artırılmasında fəal olmalıdırlar. Çünki təbiət heç vaxt insan
insana oyuncaq deyil, ruh olmuşdur. Qazancımız, təbiət və özümüz. Uşaqlar, bugünkü tədbirimizin əsas məqsədi o idi ki, biz bir daha Azərbaycanın təbiətinin müxtəlifliyinə, rəngarəngliyinə nəzər saldıq və Azərbaycan təbiətinin gözəlliyinə bir daha heyran olduq. Və gördük ki, biz insanlar ana təbiətsiz yaşaya bilmərik. Lakin bizim təbiətdən düşünülməmiş istifadəmiz onu bizə qarşı amansız olmağa çağırır. Təbiətin dili yoxdur, lakin o özünün hərəkətləri ilə, bizə yaratdığı fəsadlarla biz bunu hiss edirik. Və biz hər birimiz gələcək nəsillərin yaşaması üçün yaşlılığı artırmalıyıq. Və biraz öncə sinif yoldaşımızın qeyd etdiyi kimi, hər bir ağac öz kökü ilə torpağa necə sarılırsa, biz də öz vətənimizə o cür sarılıb, vətənimizi qorumalıyıq, eyni zamanda təbiətimizi qorumalıyıq. Çünki biz eyni zamanda təbiətdə ikinci təbiət yaratmalıyıq. Bu da bizim yaşamamız üçün, insanların yaşaması üçün ən əsas amillərdən biridir. Və sonda bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyərəm ki, Ulu Öndər Heydər Əliyevin bir ifadəsi var idi. Hərəyə bir ağac əkək və bu ağac əkməklə, yəni hərə bir ağac əkməklə Azərbaycanda öz təbiətini həm gözəlləşdirib, həm də gələcək nəsillərimizin yaşaması üçün təminat veririk. Bununla da təbiətin gözəlliyi, qorunmaz tədbirimiz başa çatmış.